Son illər ölkəmizdə musiqiyə olan diqqət və qayğı artıb. Bunun bariz nümunəsi kimi tez-tez paytaxtımızda və bölgələrdə uşaq musiqi məktəbləri arasında müsabiqələr keçirilir və bu sahədə ən istedadlılar üzə çıxarılır. Bu işdə bölgələrdə fəaliyyət göstərən uşaq musiqi məktəblərinin də rolu az deyil. Elə əməkdaşımız Elnarə İbrahimova da musiqi məktəblərinin mövcud durumunu araşdırmaq üçün Mingəçevirdə çəkiliş aparıb. Mingəçevir şəhərində bir neçə musiqi məktəbi fəaliyyət göstərir. Ancaq bu məktəblərin nə dərəcədə öz imkanlarından istifadə etməsi və orada təhsil alan şagirdlərə hansı səviyyədə musiqi təhsili verilməsi sual doğurur. Biz də öz növbəmizdə bu sahədə mövcud vəziyyəti araşdırmaq qərarına gəldik. Elə bu məqsədlə də üst tutduq Üzeyir Hacıbəyli adına bir nömrəli uşaq musiqi məktəbinə. Məlumat üçün bildirək ki, bu təhsil ocağı 1953-cü ildən 7 illik musiqi məktəbi kimi fəaliyyət göstərib. 2012-ci ildən isə 11 illik təhsil bazasına keçib. Müxtəlif ixtisaslar üzrə 709 şagirdin təhsil aldığı musiqi məktəbində nə az, nə çox düz 200 nəfər müəllim çalışır. Onlardan 3-ü ali, 197-si isə orta ixtisas təhsillidir. Çəkiliş apardığımız zaman piano və skripka siniflərindəki dərs prosesi ilə tanış olduq. Bu qız pianinanın şirmai dilləri üzərində proqram əsasında müxtəlif janrlı mahnıları öyrənir. İkinci sinifdə təhsil alan Elvin Əlzadə isə skripkanın sirlərini öyrənir. Arzusu bu alətin mahir ifaçısı olmaqdır. Musiqi məktəbinin direktoru deyir ki, burada çalışan müəllimlərin əksəriyyəti məhz bu məktəbin yetirmələridir. Direktor onu da bildirib ki, burada 11 illik təhsili başa vurduqdan sonra şagirdlər birbaşa konservatoriyaya daxil ola bilər. Məktəb binasının ümumi durumuna gəldikdə isə məlumatıma görə bu ya mayın axırında, iyul axırında olmalıdır. Çox böyük yüksək səviyyədə belə təmir olunacaq. Yəni bu bizə əsas lazımdır ki, bu stil sistemi, ümumiyyətlə hamısı lazımdır. İndi sağ olsun yerli hakimiyyətimiz də, Mədəniyyət Nazirliyi də bu yolda bizə çox böyük dəstəkdilər. Onu da qeyd edək ki, məktəbdə fortepiano, skripka, tar, qarmon, kamança və səs sinifləri var. Hər il məktəbi bitirən şagirdlər Respublikanın orta ixtisas musiqi kolleclərinə və Milli Konservatoriyaya qəbul olunurlar. Ötən tədris ilində də məktəbin 19 yetirməsi ölkənin müxtəlif musiqi kolleclərinə daxil olublar. Qeyd edək ki, məktəb Respublika əhəmiyyətli yarışlarda mütəmadi olaraq iştirak edir və diplomlara layiq görülür. Bir sözlə, məktəb böyüməkdə olan nəslin mənəvi estetik tərbiyəsinin, o cümlədən milli və dünyəvi musiqi durumunun formalaşmasında mühüm rol oynayır. Elnarə İbrahimova, Eşqin Əhmədov, LTV Mingəçevir.